Bugünkü günün səbəbi şəhid Vüqar Ağayevin simasında bütün şəhidlərimizin ruhlarına salam olsun. Bütün Azərbaycan şəhidlərimizin əziz xatirələri bugünkü kimi ehtiramla yad olsun. Tədbir iştirakçılarının hamısını salamlayıram. Sizə öz şəhid qardaşı kimi, şəhid Məğrur Şirinovun qardaşı kimi hamınıza minnətdarlıq edirəm. Məni tanıyanlar bilir ki, mən Qubadlını ziyarət edərkən, kəndləri gəzərkən, harda şəhid məzarı görürəmsə, yaxud harda şəhid plakatı görürəmsə, ayaq saxlayıram. İmkan varsa ayaq saxlayıram. Bir günləri Xanlıq kəndində bir şəhid plakatı ilə rastlaşdım, saxladım və bunu çəkdim. Amma şəxsini tanımırdım, şəhid Vüqar Ağayevi. Mən onu paylaşandan sonra, ilahi bu adamın şəxsinə nə qədər yaxşı sözlər yazıldı. Respublikanın hər tərəfinə, xüsusən Naxçıvan bölgəsinə, bu insanın hərbiçiliyini kənara da qoysa, insanlığına nə qədər yaxşı sözlər yazıldı. Bu mənim nəzərimi çox cəlb elədi. Yenə deyirəm, şəhidlər hamımız qardaş, hamısı qardaşımızdır, hamısı önəmlidir bizim üçün. Sadəcə Vüqar Ağayevin şəxsinə yazılanları mən müşahidə elədikcə, peşman oldum ki, mən niyə əvvəldən tanımamışam onu, niyə sağlığında tanımamışam, niyə onun sağlığında araşdırmamışam. Beləliklə, buradan da mən yola çıxdım ki, mən şəhid Vüqar Ağayevi öz üslubumda araşdırmağa başladım. Onun anası ilə telefon əlaqəmiz oldu, təmasımız oldu və bundan sonra onun şəhid olduğu yerinə maraqlandım ki, Çardaqlı yüksəkliyində şəhid oldu. Elə oldu ki, Sabirabaddan da bir şəhidimiz, şəhid Elxan Rızayevin də həmin yüksəklikdə yaxın məsafədə şəhid olduğu və eyni gündə saat fərqi ilə şəhid olduğunu araşdırdım və elə buradan da bir ilə yaxındır ki, onların döyüş yoldaşlarını tapmışam. Gəncədən, Saatıdan, Bakıdan, Şəkidən və ən çox məlumat olan 2 nəfəri mən həmin yüksəkliyə apardım. Bu həmin yüksəklikdə həm Elxan şəhid Sabirabad sakini Elxan Rızayevin, həm də bizim Xanlıq sakinimiz şəhid Vüqar Ağayevin vurulduğu yerdən ziyarət edib torpaq götürdüm. Mən bu gün o torpağı şəhid Vüqar Ağayevin anasına, xanım Mübiyə təqdim edəcəm. Əgər kimlərsə düşünə bilər, ekran arxasında fikirləşərsə ki, bunun nə önəmi var, nə əhəmiyyəti varsa, elə buradan da deyək ki, şəhid ailələri üçün, yəni ondan təsəlli alırıq. Bugün ocağımız sönübsə, onun külü ilə oynayırıq. Bu günləri biz şəhidlərdən gələn, öz şəhidlərimizin məlumatlarına hər birisinə önəm veririk. Bu gün də onun vurulduğu yerdən gətirilmiş torpaq, mən bilirəm ki, şəhid anası xanım Bibiyə çox önəmlidir və ondan bir təskinlik alacaqdır. Mən bunu sizə təqdim edirəm, xanım Bibi. Bu şəhid Vüqar Ağayevin vurulduğu yerdən gəlir. Yəni araşdırmışam, dəqiq araşdırmışam həmin yerdən. Allah sizə səbir versin. Allah rəhmət eləsin. Təmkinli olun. Sizin nə qədər mətin olduğunuzu bilirəm. Nə qədər vüqarlı, mətin olduğunuzu bilirəm. Mən ona görə də bu yola çıxdım. Yenə deyirəm, şəhidlərin hamısı... Mən sizə söz verirəm. İmkan dairəsində gedəcəyik. Allah rəhmət eləsin, Allah səbir. Sağ olun, minnətdaram. Teşekkür ederiz.